Bir gün padişah öz vəzirinə dedi: Mən başa düşə bilmirəm. Mənim bu boyda səltənətim var, pulum var, imkanım var, padişaham. İstədiyim ləzzəti həyatdan ala bilərəm. Amma daim nigaranam, istirabla yaşayıram, narahatam. Mənim bu xidmətçimin heç nəyi yoxdur, bir həsirdir, bir Məmməd Nəsir. Amma daim kefi kökdür, rahatdır, xoşbəxtdir. Hər gün səhər işə gələndə, saraya gələndə üzü gülür. Bu necə olur? Vəzir dedi ki, şah sağ olsun, sizin xidmətçiniz 99 qaydası ilə yaşamır. Vəzir, bu 99 qaydası nə deməkdir? Vəzir dedi ki, icazə verin, mən bunu əyani surətdə sizə bəlli edim. Şah dedi, buyur, icazə sənindir. Vəzir bir kisəyə 99 qızıl salıb, üzərini bağladı, kisəni bağladı, pul kisəsini bağladı. Kisənin üzərinə yazdı ki, bəs bu 100 qızıl sənindir. Bunu aparıb xidmətçiyə verdi. Xidmətçi aldı kisəni, axşam işdən evə qaydanda, saraydan evə qaydanda, sevinə-sevinə evə qayıtdı, evə daxil oldu, əhli-əyalını yığdı, dedi, gəlin, bəs mənə 100 qızıl verilib, bunu biz sayaq. Saydılar, gördülər 99 qızıldır. Xidmətçini fikir götürdü. Görəsən, yolda gələndə bunu salmışam, birini itirmişəm. Kisə deşiymiş. Vəzir mənə verəndə, göndərəndə bu itib. Ailəsini də götürüb gecə səhərə qədər, saraya qədər olan yolu axtardılar və səhərə qədər yata bilmədilər ki, bilmədilər. Səhər açıldı, şah gördü ki, xidmətçi işə gəlib, amma nigaran, üz-gözü narahat, istirabda və xoşbəxt deyil. Şah başa düşdü, vəzir nə demək istəyir. Şah başa düşdü ki, biz o zaman narahat oluruq ki, Allahın verdiyi 99 nemət gözümüzə görünmür, təsəvvürümüzdə, təxəyyülümüzdə qəbul etdiyimiz, xoşladığımız, arzuladığımız 100-cü neməti axtarırıq. Məhz bu zaman biz bədbəxt oluruq, depressiyaya düşürük, boşluğa düşürük, stres yaşayırıq.